Ermənistan Xarici İşlər Naziri Ararat Mirzoyan Avropaya səfər eləyib Brüsselə və Azərbaycanla sülh istiqamətində aparılan danışıqlardan, o cümlədən ümumi proseslərdən danışıb, qeyd edib ki, hazırda bir çox işlər qurulur bu istiqamətdə, amma sülh sazişinin imzalanma yeri və tarixinin müəyyənləşdirilməsi üzrə məsləhətləşmələrə dərhal başlamağa hazırdır Ermənistan. Buna baxmayaraq, hələ ki bu məsələ ilə bağlı yekun fikir yoxdur iki ölkə arasında. Söhbət sülh sazişinin yekun imzalanma tarixi və yerindən gedir. Bunun da təbii ki, bir sıra səbəbləri var. Biz bilirik ki, müəyyən gözləntilər var regionda. Eyni zamanda qarşıdan Ermənistanda konstitusiya seçkiləri olacaq, parlament seçkiləri olacaq, konstitusiyanın dəyişdirilməsi nəzərdə tutulur. Ermənistan rəsmilərinin məlumatına görə konstitusiya layihəsinin yekun variantı növbəti ilin mart-aprel ayları ərəfəsində hazır olmalıdır artıq və artıq bu konstitusiyanın yeni mətnindən ibarət asılı olacaq regiondakı növbəti mərhələ, eyni zamanda Ermənistanda keçiriləcək parlament seçkilərindən asılı olacaq. Bu səbəbdən də Ermənistan və Azərbaycan arasında hələ ki yekun sülh sazişinin imzalanma yeri və tarixinin müəyyənləşdirilməsi. Bəli, müəyyən addımlar atılır sülh istiqamətində. Elə Ararat Mirzoyan da buna vurğu eləyib və qeyd eləyib ki, artıq regionda sülh qurulub və bu istiqamətdə addımlar atılır. Onların arasında bir sıra tədbirləri qeyd eləyib. Bu tədbirlərdən biri bir neçə gün bundan öncə hər iki ölkənin vətəndaş cəmiyyəti nümayəndələrinin qarşılıqlı səfərləri oldu. Bilirsiniz, əvvəlcə Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri İrəvana səfər etdi. Daha sonra erməni vətəndaş cəmiyyət nümayəndələri paytaxt Bakıya səfər etdi və sülhün irəli aparılmasında etimad prosesinin quruculuğunun davam etdirilməsi istiqamətində danışıqlar aparıldı tərəflər arasında. Eyni zamanda bu danışıqlardan əvvəl Qazaxıstandan Ermənistana, Rusiyadan Ermənistana, Azərbaycan ərazisindən istifadə etməklə mallar göndərildi və bu prosesləri nəzərə alaraq həmçinin Nikol Paşinyan qeyd elədi ki, Ermənistan da öz növbəsində Türkiyədən Azərbaycana, Azərbaycandan Türkiyəyə malların göndərilməsinə hazırdır siyasi cəhətdən, amma lazımi infrastruktur yoxdur, amma siyasi cəhətdən rəsmi İrəvan buna hazırdır. Məhz bu kontekstdə bütün bu məqamları nəzərə alaraq Ararat Mirzoyan da qeyd elədi ki, bu sülh prosesində gedən, sülh istiqamətində gedən proses irəliləyir, amma ki, hələ bu istiqamətdə görüləcək çox iş var. Xüsusilə 8 avqustda Vaşinqtonda imzalanan razılaşmaların misilsiz imkanları yaratdığını qeyd eləyib və bilirsiniz ki, bu razılaşmalar nəinki Azərbaycanla, eyni zamanda Ermənistanın Türkiyə ilə münasibətlərini yaxşılaşdırmaq üçün yaxşı bir fürsətlərdən biri sayılır. Ararat Mirzoyanın bildirdiyinə görə Ermənistanın Türkiyə ilə də münasibətlərin qurulması, eyni zamanda infrastrukturun qurulması region üçün, xüsusilə Ermənistan üçün çox böyük şans və fürsətdir. Maraqlı məqam odur ki, yəni bu sülh deyək, sülhə gedən yolda tək iki tərəf ölkə deyil, yəni nəinki Ermənistan və Azərbaycan, dünya ölkələri də maraqlıdırlar və prosesin daha yaxşı, belə deyək, sonlanması üçün də onlardan əllərindən gələni edirlər. Bəli, elə Avropa İttifaqının Avropa rəsmilərlə görüşəndə Ararat Mirzoyanla Avropa rəsmiləri arasında görüşlərin keçirilməsindən sonra mətbuat konfransı baş tutdu və Avropa İttifaqının rəsmiləri Ermənistanla əməkdaşlıq prioritetlərini açıqladı ötən gün və qeyd olundu ki, Ermənistanla energetika, mobillik və rəqəmsal infrastrukturun inkişafı sahələrində əməkdaşlıq ediləcək yaxın zamanda və bu əməkdaşlıqla Cənubi Qafqazda sülh və sabitliyin möhkəmləməsinə töhfə kimi nəzərdən keçirilir. Eyni zamanda mən qeyd eləmək istərdim ki, son vaxtlar Avropa rəsmilərinin bu kimi addımları Ermənistanla əməkdaşlığın genişləndirilməsi biz elə qiymətləndirə bilərik, Paşinyana dəstək məqsədi ilə atıldığını qeyd eləyə bilərik. Çünki bilirsiniz, parlament seçkiləri yaxınlaşır, istər daxildə, istər xaricdə. Nikol Paşinyana bir sıra təzyiqlər var. Daxildən biz revanşistləri qeyd eləyə bilərik, radikal müxalifəti qeyd eləyə bilərik, kilsə nümayəndələrini qeyd eləyə bilərik.
bilərik. Məhz bu səbəbdən də Avropalı rəsmilər hazırda Ermənistanla əməkdaşlığı genişləndirmək məqsədi ilə addımlar həyata keçirir. Elə bu addımlardan biri də maraqlıdır ki, Avropa İttifaqı Azərbaycanla sülh prosesini dəstəkləməsi üçün Ermənistana 15 milyon avro ayırmağı planlaşdırır yaxın günlərdə. Bu barədə Avropanın baş diplomatı Kaya Kallas açıqlama verib mətbuat konfransında. Elə Ararat Mirzoyanla keçirdiyi mətbuat konfransında Kaya Kallasın bildirdiyinə görə bir sıra sahələrə yönləndiriləcək bu 15 milyon avro. Bu sahələrdən biri mina təmizləmədir, təlim və avadanlıq tədarükü, eləcə də regionda etimadın möhkəmləndirilməsi məsələsi yer alacaq. Sadəcə maraqlı məqam ondan ibarətdir ki, Kaya Kallas mina təmizləmə prosesini qeyd elədi, amma biz bilirik ki, bu işğal dövründə 30 ildən çox müddətdə mina təmizləmədən, daha doğrusu mina problemindən Azərbaycan çox əziyyət çəkir və elə indi də əziyyət çəkir. Hələ də bu proses davam edir və ekspertlərin qiymətləndirilməsinə görə ümumiyyətlə Qarabağ ərazisinin ətraf rayonlarda yerləşən ərazilərin minalardan təmizlənməsi üçün illər lazım olacaq, amma Avropalı rəsmilərin açıqlamasına görə onlar Ermənistan daha çox ehtiyacları görünür. Bəli, çox maraqlı yanaşmadır. Çox belə. Görünür, daxildə baş verən proseslər onların daha belə balanslı siyasət yeritməyə təsir göstərir. Çünki bəllidir ki, Avropa İttifaqının içərisində bir qədər korrupsiya ilə bağlı problemlər yaşanır. Ona görə biraz balanslı siyasətdən uzaqlaşıblar. Elə Josep Borrellin Avropa Komissiyası Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə əvvəlki ali nümayəndəsi Josep Borrellin adı dələduzluqda, xüsusilə korrupsiyada hallanır son günlər. Avropa İttifaqının rəsmi nümayəndəsi Anita Hipper Avropa Komissiyasında keçirilən brifinqdə Avropa Xarici Fəaliyyət Xidmətinin ofislərində bu axtarışların keçirildiyini təsdiqlədi və Hipper davam edən istintaqa istinad edərək axtarışların səbəbini və kim tərəfindən aparıldığını hələ ki açıqlamayıblar. Amma qeyd ediblər ki, mənbələrə istinadən gənc diplomatın hazırlanması üçün tender məlumatların Avropa Kollecinə ötürülməsi ilə bağlı əməliyyat çərçivəsində qurumun 3 əməkdaşı saxlanılıb. Bu saxlanılanlar arasında Avropa İttifaqının Brüsseldəki diplomatik xidmət qərargahında axtarışlardan sonra Avropa diplomatiyasının keçmiş rəhbəri Federica Mogherini saxlanılıb. Saxlanılanlar arasında deməli, Avropa İttifaqının diplomatik xidmətinin keçmiş baş katibi Stefano Sanina da olub və məhz bu proses çərçivəsində də Josep Borrell şübhəli qismində hələ ki adı hallanır, amma onun barəsində hələ ki saxlanma qərarı verilməyib. Josep Borrell özü bu məlumatları deməli şərh etməkdən hələ ki imtina edib, amma biz yəqin ki yaxın günlərdə Avropa İttifaqı daxilində adları hallanan şəxslər barədə eyni zamanda bu korrupsiya qalmaqalı ilə bağlı daha ətraflı məlumatları, həqiqətləri eşidəcəyik. Mənə isə bu saatlıq hələ ki bu qədər. Növbəti efirlərdə daha maraqlı məlumatımız var. Bəli, təxminən 40 dəqiqədən sonra görüşəcəyik və Rusiya-Ukrayna müharibəsinə nəzər salacağıq. Bilirsiniz ki, Birləşmiş Ştatlar Prezidentinin rəsmi nümayəndəsi Moskvaya səfər eləyib Ukrayna ilə danışıqlardan sonra kifayət qədər geniş, bir neçə saatlıq, hətta 3-4 saatlıq danışıqlar aparılıb Rusiya Prezidenti Vladimir Putinlə. Bu barədə ətraflı 9 efirində danışacaq. Hörmətli izləyicilər, regionda və dünyada baş verən prosesləri yaxından izləmək üçün bizim növbəti buraxılışımızı izləməyi unutmayın. Sağ olun, salamat qalın.